Om Namo Bhagavate Vasudevaya. Bhagavad Gita fəsil 11, mətn 32. Hoş gördük Bhagavad Gita'nın değerli dinleyicileri. Bizim Bhagavad Gita'dan seminar mühazirəmiz davam edir. Biz Bhagavad Gita'nın 11-ci fəslinə çatmışıq. 18 fəsildən ibarətdir. 11-ci fəsil Bhagavad Gita'nın sədaqətli xidmət blokunun 7-ci, üzr istəyirəm, 5-ci fəslidir. Çünki 12, 7, 8, 9, 10, 11, 12. 6 fəsil sədaqətli xidmətdən, Bhakti yogadan bəhs eləyir. Tanrıya sevgiyə nail olmaq. Bu 5-6 fəsil, 6 fəsil Bhagavad Gita'da orta mövqe tutur. Qızıl ortadadır. 11-ci fəsildəyik. Və Bhagavad Gita'nı biz hal-hazırda oxumaqda, öyrənməyə çalışmaqda. Məqsədimiz nədir? Bizim məqsədimiz odur ki, Arjuna Tanrı Şri Krishnanın iradəsini göstərişinə əməl eləməlidir. Amma o Arjuna özünün bu və digər cismani dünya görüşündən çıxış eləyərək bunu eləmək istəmirdi, imtina eləyirdi. Yəni Arjuna'nın arqumentləri bədəninə aid olan məsələlərdir, cisminə, fiziki bədəninə. Amma Allah, Məhəmməd Fəsadullah demişkən, amma Allah ruhu bədəndə yetişdirməklə məşğul olur. Meyvənin ağacda yetişdirdiyi kimi o deyir. Allaha amma bizim bu fiziki bədən daxilində olan ruhi can maraqlıdır. Çünki fiziki bədən Allah çox gözəl bilir, Krishna çox gözəl bilir ki, fiziki bədən bizim üçün yad bir enerjidir, paltardır, paltar. Onu, bu bədən daxilindəki ruhi can şəxsiyyət, fərdi şəxsiyyət maraqlandırır. O onu buradan eləyir, tərbiyə eləyir, tərbiyə eləyir. Ruhu canı, can. Bu bizim fərdi şəxsiyyətimiz, mənliyimizdir. Ona görə də bizim buradakı vəziyyətimiz, maddi dünyadakı vəziyyətimiz Arjuna onun iradəsini yerinə yetirmirdi. İstənilən halda Krishnanın döyüşməliydi Arjuna, döyüşçüydü. Amma Arjuna özünün zəifliklərini, maddi dünyəvi arqumentlərini qoyur. Döyüşdən boyun qaçırır. Və Krishna Arjuna'ya danışır hər şeyin əsl mahiyyətini, dərinliyini. Və biz də Arjuna'nın başına gələnləri oxuyub, öyrənib, analiz edirik. Çünki bizim hər birimiz bir Arjuna'nın mövqeyindəyik. Hər birimiz xırda Arjuna olaraq. Deyir ki, biz də indi bu dövr üçündə Tanrı Şri Krishnanın, Allah halı şəxsin müəyyən bir iradəsi var. Müəyyən bir təklifi, məsləhəti və yaxud da ki, əmri var. Hətta mən deyərdim ki, əmridir onun. Biz onu qəbul eləmək iqtidarında deyirlər, əksəriyyət bu saat. Qəbul eləmək istəmir bəzisi. Və cismani nöqteyi nəzərdən kontrargumentlər gətirirlər. Mənsubiyyətlərini qabardır insan, mənsubiyyətini. Arjuna da orada özün mənsubiyyətini qabardırdı. Arjuna böyük bir sülalənin, böyük bir dinastiyanın şeyiydi, nə idi? Övladıydı Arjuna. Özünün babası, nəslini, ailəsini, yəni cismani nələrini, mənsubiyyətlərini qoymuşdu Krishnanın qabağına. Bizim də özümüzün cismani mənsubiyyətlərimiz var. Krishna Allah halı şəxsin, Allah halı şəxs, yəni insandan peyğəmbər, mələk və yaxud ustad, quru filandan söhbət getmir. Burada söhbət gedir Allahın özündən, şəxsən. Bu da onun indiki dövr üçün əmri odur ki, hər bir canlı varlıq, bu saat hər kəs buradan xilas qurtuluşu onun Tanrı müqəddəsatların tərənnümü prosesində iştirak eləməkdir. Bildinizmi? Və biz onun bugünkü gündə biz görə bilərik ki, çox nadir insanlar onu qəbul edirlər. Ona görə də bizim həmən o bizə mane olan arqumentlərimiz var.
ki onlardan çıxış eləyərək biz onu qəbulləmirik. Onun göstərişini, nəsihətini və yaxud əmrini. Və biz Bhagavad Gita'nı oxuduqca da Arjuna ilə olanlar hamısı biz özümüz üzərimizdə düşünməliyik ki, mənim argumentlərimə bax ki, mən Krishna Allah Ali şəxs 500 il bundan qabaq planetə nazil olmuşdu, deyirdi ki, baxmayaraq gizli idi, o özünün şəxsiyyətini açıqlamamışdı. Çünki dəmir dövründə o gəlmir əslində. Sadəcə olaraq bizim dəmir dövrümüz xüsusi bir dövrdür ki, o mərhəmət göstərərək nazil oldu və dedi ki, dünyanın hər kəndində, hər şəhərində mənim müqəddəs adlarımın tərənnümü yeganə sizə çıxış yolu olacaq, yeganə sığınacaq. Tanrı müqəddəs adların tərənnüm prosesi ki, ona sanskrit dilində deyirlər Sankirtana Yagya. Sankirtana Yagya. Tanrı müqəddəs adların tərənnümü yagyası, qurban mərasimi. Burada verilən qurban heyvan qurbanı deyil. Burada verilən qurban insanın materialist ağlıdır. Materialist, həddindən fikir verin, müasir dövrün insanları həddindən ziyadə materialist ağla malikdirlər ki, elə elmi texniki tərəqqini özlərinin inkişafı kimi qələmə verir. Hansı ki, bu sadəcə olaraq illüzor enerjinin tərəqqisidir. Yəni mayanın, şeytan əməlinin tərəqqisidir. Elmi texniki tərəqqi əslində. Bunu Şrila Prabhupada dönə-dönə leksiyalarında deyir, mühazirələrində. İllüziyanın tərəqqisini bunlar özlərinin tərəqqisi hesab edirlər. Yəni bu nə demək? Yəni sən fiziki bədənin, cismani də bədənin yoxdur, yemək, yatmaq, seks, bir də özü qorumaq. Bu 4 dənə heyvanın instinkti nə qədər komfortlaşdırırsan, komfortlaşdır. Bu sadəcə olaraq illüziyanın tərəqqisidir də. Sən ruhu tərəqqisi üçün axı işini eləmirsən. Amma əsas tərəqqi də ruhun tərəqqisidir, şuurun tərəqqisidir. Və cismani tərəqqi şuurun tərəqqisinə 180 dərəcə əks təbiətdir. Yəni nə qədər çox o Peyğəmbər sallallahu belə bir kəlam var. Deyir ki, nə qədər cisminizə rahatlıq yaradasınız, o qədər ruhunuz istirab çəkəcək. Bu nə deməkdir? Bu iki dənə tərəqqin Peyğəmbər sallallahu 2 dənə tərəqqini qarşı-qarşıya qoyur. Yəni sən cisminizə rahatlıq yaratmaq bu müasir dövrün elmi texniki tərəqqisidir. Müasir dövrün tərəqqisidir. Mən istəmirəm heç onun adını elmi texniki tərəqqi qoyum. Daha doğrusu materialist inkişaf, maddi nədir axı? Komfortlaşdırma 4 heyvanın instinkti. Amma Peyğəmbər deyir ki, yəni insan özünün ruhunun tərəqqisi ilə məşğul olmalıdır. Şuurun tərəqqisi. Bilirsizmi? Ona görə də bizim vəziyyətimiz belədir ki, biz imtina edirik Tanrının göstərişini qəbul edən. Ona görə Bhagavad Gita'nı oxuyuruq, öyrənirik, çalışırıq, nəsə buradan dərk eləyək ki, biz ağlımızın qoyduğu cismani mövcudluğumuzdan çıxış eləyərək qoyduğu kontur argumentləri üstələyə bilək ki, biz Tanrının göstərişini, nəsihətini və yaxud əmrini qəbul eləmək iqtidarında ola bilək. Bax, buna görə Bhagavad Gita'ya qulaq asırıq, oxuyuruq, öyrənməyə çalışırıq. Başqa məna yoxdur. Yəni bizim məqsədimiz nə filosof olmaqdır, nə qədim Hind fəlsəfəsini dərinliyinə getməkdir. Əslində nə də Allah'a dərk eləməyə bizim qabiliyyətimiz çatmaz. Amma ki, Tanrının müqəddəs adlarını qəbul eləyərək həyata keçirmək. Şimdi biz gəldik 11-ci fəslin adı Vishvarupa Darshana Yoga və yaxud Virat Rupa Darshana Yoga. Vishvarupa yaxud Virat Rupa bu kainat forması deməkdir. Vishva və Virat kainat deməkdir. Rupa da forma. Darshana da yəni onun hüzurunda durmaq, hüzuruna gəlmək. Darshan sözü sanskritdən də o da Allahın hüzuruna gəlməyə deyirlər darshan onunla. Sanskrit dilində. O görə də Vishvarupa Darshana Yoga. Yoga da əlaqə deməkdir. Onun gəlmişik nə? Düz 32-ci mətninə, 32. 11-32. Sanskrit. Shri Bhagavan Uvacha. Allah Ali şəxs dedi. Bhagavad Gita'nın möhtəşəmliyi buradadır. Mən hər dəfə təkrar edirəm ki, burada Allah özü bilavasitə danışır. Ortada vasitəçi yoxdur. Gördünüz? Shri Bhagavan Uvacha. Allah Ali şəxs dedi. Kalosmilo kakshaya krit pravridho. Kalosmilo kakshaya krit pravridho. Lokan samahartum iha
pravrittaha. Lokan samahartum iha pravrittaha. Ritepi tvam na bhavishyanti sarve. Ritepi tvam na bhavishyanti sarve. Yevasthitaha pratyanikeshu yodha. Yevasthitaha pratyanikeshu yodha. Beytin tərcüməsi. Shri Bhagavanu Vacha. Allah Ali şəxs dedi. Arjuna sual qoydu da. Bundan qabaq yenə qaydağın, sonra oxuyağın da onu. Arjuna sual qoydu. Gördüklərindən sonra 31-ci mətndə deyir. Ey öz görkəmi ilə hamınız dəhşətə gətirən hökümdarlar hökümdarı. Xahiş edirəm, de ki, sən kimsən? Mən sənə öz ehtiramımı bildirirəm, xahiş edirəm, mənə rəhm elə. Sən əzəli Allahsan, özü deyirsən əzəli Allahsan, amma bununla bərabər də sual da verir ki, sən kimsən? Sadəcə olaraq Arjuna öz gördüyü, öz gəldiyi qənaəti deyir. Amma onun özündən də eşitmək istəyir ki, o özü desin ki, o kimdir, bildiyiz. Ona görə də deyir, Arjuna deyir, sən əzəli Allahsan. Mən sənin kim olduğunu və sənin vəzifənin nədən ibarət olduğunu bilmək istəyirəm. Arjuna bunu elə belə mənim oxuduğum kimi demir. Arjuna bunu dəhşətə, həyəcana gəlmiş, tir-tir əsə-əsə, qorxu altında Arjuna soruşur. Tanrı, Krishnadan bunu. Ona görə burada Allah Ali şəxs dediyi əvəzində Arjuna'nın sualına cavab verir. Allah Ali şəxs dedi, mən bütün dünyaları dağıdan zamanam və buraya bütün insanları məhv etmək üçün gəlmişəm. Sizdən, yəni 5 qardaş, Arjuna, Yudhishthira, Bhima, Nakula, Sahadev, 5 qardaş Pandavlardan. Sizdən, yəni Pandavlardan savayı hər iki tərəfin bütün döyüşçüləri məhv olacaqlar burada. Bax, Krishna'nın Arjuna'ya, Allah'ın Arjuna'ya birinci cevabı bu olur. Bunu oxudum yadıma İsa Aleyhisselamın bir kəlamı düşdü. Burada deyir, mən bütün dünyaları dağıdan zamanam və buraya bütün insanları məhv etmək üçün gəlmişim. İsa Aleyhisselam deyir ki, siz fikirləşməyin ki, mən bu dünya sülh əmin-amanlıq gətirmişəm. Yox, mən deyir, bura deyir, nə gətirmişəm? Mən bura deyir, qılınc gətirmişəm, qılıncla gəlmişəm. Gəlmişəm deyir, atanı oğuldan, qızı anasından, gəlini qaynanasından ayırmağa. İsa Aleyhisselam deyir. Fikirləşməyin ki, deyir, mən bura sülh əmin-amanlıq, filan rahatlıq gətirmişəm. Yox, mən qılınc gətirmişəm. Mən qılınc gətirmişəm atanı oğuldan, ananı qızından, gəlini qaynanasından ayırım. Çox möhtəşəm sözdür. Ne üçün? İsa Aleyhisselam o fikir işlədir. Bilirsiniz? Çox asan başa düşəcəyində onu. Eyni sözü Krishna deyir ki, mən bütün dünyaları dağıdan zamanam və bura bütün insanları məhv eləmək üçün gəlmişəm. Ora bu Kurukshetra döyüş meydanına. Sizdən savayı deyir, hər iki tərəfin burada bütün döyüşçülərin hamısı məhv olacaq. Vəssalam, mührün vurdu Arjuna'ya dedi Allah. İsa Aleyhisselamın sözü mənası bilirsiniz nə deməkdir? İsa Aleyhisselamın sözü mənası deməkdir ki, insanlar burada özlərinin yaratdıkları münasibətlərdə o qədər itib batırlar ki, Allah yadlarından çıxır. Öz yaratdıkları münasibətlər. Oğlum, qızım və azmış ki, insanlar həsr edirlər özlərini. Bugünkü dövrün insanların o İsa Aleyhisselamın sözü çox güclü, bariz nümunədir. Bugünkü gündə insanlar, planetin insanları özlərinin mənsub olduqlarına özlərinin çox, necə deyəm, canfəşanlıqla həsr edirlər. Övlad, ailəm, vətən, torpaq, bacı, qardaş və s. Buna həddindən ziyada insanlar özlərini həsr edirlər. O dərəcədə ki, Allah yadlarından çıxır. Yaddan çıxır ki, bunlar hamısı Allaha məxsusdur əslində. Bunlar hamısı bir vasitədirlər ki, biz Allahı daim düşünək, yadımızda saxlayaq. Bildiniz necə? Biz onu Allah'ı unudaraq bu şeylərə bağlananda İsa Aleyhisselam deyir ki, mən qılınc gətirmişəm ki, sizi ayıran bir-birinizdən. Çünki siz o Quran ayəsində də belə bir şey oxumuşam mən deyir. 9-cu fəslin 24-cü. Deyir ki, ged onlara de ki, onlar övladlarını, zövcələrini itirməyindən endişələndiyi bazarlarını, mal mülklərini və s. da
səndən, məndən və bir də din yolunda cihad eləməkdən üstün tutularsa, həmən fikirdir, görürsünüz. Tuturlarsa ki, yəni ki, İsa əleyhissalam deyir, ata-ana məndən çox istəyirsənsə, mənə layiq deyirsən. Tutdunuz nətəri? Yəni, insan deyir, Tanrını sevmədən istənilən sevgi insanın anus vasitəsilə qidalanmağına bənzəyir. Anus vasitəsilə də qida yedilən insan bədəni, amma orada nə yoxdur? Orada heç bir dadı yoxdur. Normal qidaların insan ağzı ilə çünki yeməyin dadını görür. Eləcə də Tanrını sevmədən istənilən sevgiyi deyir ki, həmən o anus vasitəsilə girən qidaya bənzəyir. Heç bir dadı yoxdur. Bu mənada insanlar həddindən artıq dünyavi şeylərdə dolaşırlar, tip batırlar hər dəfə. Tanrı öz nümayəndəsini göndərir. Get onlara başa sal ki, dünyada qurduqların heç biri onların nədir? İbadət sitayiş obyektinə çevrilməməlidir. İbadət və sitayiş obyekti ancaq Allahdır. Ona görə Krishna yığıb bura döyüş meydanına və gəlib onların hamısını öldürməyə. Bhaktivedanta Swami Shri Rupadan bu beytə izahı belədir. Gəlin beyti bir də oxuyum. Allah Ali şəxs dedi, mən bütün dünyalara dağıdan zamanam və buraya bütün insanları məhv etmək üçün gəlmişəm. Sizdən, yəni pandavlardan başqa, hər iki tərəfin bütün döyüşçüləri məhv olacaqlar. İzahı. Şrila Prabhupadanın beytə izahı. Arjuna Krishnanı öz dostu və Allah Ali şəxs kimi tanısa da, Krishnanın göstərdiyi müxtəlif formalardan heyrətə gəlir. Buna görə də o, gördüyü dağıdıcı qüvvələrin əsl vəzifəsini öyrənmək istəyir. Yəni, Tanrının, Allahın göstərdiyi o dağıdıcı qüvvələri. Vedalarda deyilir ki, ali həqiqət hər şeyi, hətta Brahmanları da məhv edir. Brahmanlar mömin insanlardılar. Ali həqiqət, Vedalarda deyilir ki, ali həqiqət hər şeyi, hətta Brahmanları da məhv edir. Katha Upanishad 1.2.25'də bu belə deyilir. Yasya Brahma Çakshatramça Ubhe Bhavata Odanaha Mrityur Yasyo Pasechanam Ka İdha Veda Yatrasaha. Son nəticədə bütün Brahmanlar, Kshatrilər və başqa adamlar uca Tanrı tərəfindən udulurlar. Tanrının bu forması hər şeyi udan nəhəngi xatırladır. Və burada Krishna hər şeyi udan zaman kimi təzahür edir. Pandavlardan başqa döyüş meydanında olanlar hamısı Krishna tərəfindən udulacaqdır. Arjuna döyüşmək istəmirdi və fikirləşirdi ki, döyüşdən boyun qaçırmaqla qanqaralıqdan qurtulmaq daha yaxşıdır. Arjuna belə fikirləşir. Cavabında isə Tanrı deyir ki, hətta o döyüşməsə də belə hamı məhv olacaq burada. Bu da Krishna indi bu saat Arjuna dedi. Çünki onun planı belədir. Kimin? Tanrının. Əgər Arjuna döyüşməsə, onlar başqa yolla məhv ediləcəklər. Hətta o döyüşdən boyun qaçırsa belə, onlar ölümdən yaxa qutara bilməyəcəklər. Əslində onlar artıq ölü idilər. Əslində onlar artıq ölü idilər. Zaman məhv edicidir və təzahür etmiş hər şey uca Tanrının istəyi ilə məhv ediləcək. Bu təbiətin qanunudur. Və bu, Bhaktivedanta Swami Srila Prabhupadanın hazırki beytə verdiyi izah edir. Burada Tanrının Arjuna'nın deyirlərinə cavabıdır bu. Buradan başlayır və burada növbətli beytlər də bu əhval-ruhiyyədə gedəcək bir neçəsi. Bundan sonra yenə ikisi. Sonra Sanjaya Arjuna'nın təsvir edəcəyi və s. Krishna Arjuna'nın sualına, Arjuna dəhşətə gəldiyindən sonra dəhşətli formada Krishna'nı görür və Arjuna, Krishna dəhşətə gəlmiş Arjuna'ya bir cür cavab verir. Deyir ki, mən bütün dünyaları dağıdan zamanam.
Zaman Tanrı'nın enerjisidir. Tanrıdır. Belə deyək daha da. O deyir ki, zamanla mən bütün insanları məhv eləmək üçün gəlmişəm. Biz deyirdik ki, həmişə zamanın mövcudluğu bu maddi enerjinin üzərində, bu maddi dünya həm də əbədiyyətin həbsxanası mövqeyi kateqoriyasındadır ki, bunun üzərində Tanrının zaman adlı enerjisi hökmranlıq edir. Bu da nəyə dəlalət edir? Zaman həyatımızda olmağı nəyə dəlalət edir ki, bizim zaman çərçivəsində burada hər şey eləyirik. Bizim bədənimiz bir müəyyən bir zaman tabedir. Bir müddət var. Bir müddətdən sonra yoxdur. Bir müddət var. Hər şey burada bizim görə bilərik ki, həzzimiz, xoşbəxtliyimiz və s. hər şey müəyyən bir zaman tabedir. Bir müddət var. Bir müddətdən sonra yoxdur. Məhz zaman olduğuna görə, müvəqqəti olduğuna görə cismani hər bir şey illüziya adlanır. Fizik, maddi dünyanın hər bir şeyi, burada hər bir şey illüziyadır, olmayan şeydir. Zaman tabisindədir, yəni müvəqqətidir o. Budur, zaman bunun üçün mövcuddur. Ne üçün zaman var? Əslində bizim ruhi can adlı bizim əbədi real şəxsiyyətimiz hansını ki biz dərk eləsək, onun üçün zaman anlayışı yoxdur. Zaman anlayışı yoxduğuna görə hər şey əbədi, onun üçün əbədi hər şey var. Əbədi, ruhi dünya belədir, hardan biz gəlmişik. Amma burada zamanın hökmü Tanrının iradəsidir. Hər şey müvəqqəti olaraq insana verir hər şeyi. Və vaxtı gəlib çatanda da əlindən alır, hər şeyi dağıdır. Və bu müdriklik ondadır ki, bizim müdrikliyimiz ondadır ki, İnsan müdrikliyi ondadır ki, o sözün əsl mənasında real olaraq həqiqətən bu müvəqqəti hər bir şeyin onun həyatında müvəqqəti olmağının arxasında duran ideyanı, iradəni dərk edə bilsin, başa düşə bilsin və ona uyğun hərəkət eləsin. Baxın, müdriklik bundadır. Müdrik insan o insandır ki, o hər bir şeyin bu dünyada müvəqqəti olduğunu, ona müəyyən bir zaman çərçivəsində verilib, sonra əlindən aldığının üzərində düşünür, ondan düzgün qərar verir, düzgün qərar çıxar ki, ne üçündür? Ne üçün? Tanrı özünə məxsus olan hər bir şeyi bizə təqdim edir, verir və onu müəyyən müddətə verir. Ne üçün? Zamanın təsiri altında, zamanın hökmü altında. Bu güzəştdir. Bu deməkdir. Biz hər şey güzəşt kateqoriyasındadır. Maddi bədən özü bizə güzəştdir. Bizim bədənimiz bizə bir güzəştdir. İndi olsun bədənə aid olan şeylərin hamısı. Fiziki bədən, 4 tələbatı, yemək, yatmaq, seks, cinsi əlaqə, yemək, yatmaq, seks və özü müdafiə. Bu bizim ümumiyyətlə fiziki bədən özü güzəştdir. Bədən güzəştdir də. Güzəşt nə deməkdir? Güzəşt o deməkdir ki, o bir müddət insana verilə bilir də. Güzəşt daim güzəşt olmur ha. Güzəşt insana bir müddətə verilə bilir. Müəyyən bir vaxt verilir ki, bu vaxta qədər yaxşı elə, amma sonra burax bu şeyi, burax başını. Bildinizmi? Ona görə zaman mövcud olmağı maddi dünyada. Bu bizə maddi mövcudiyyatın, maddi bədənin, cisimə aid olan hər bir şeyin müvəqqəti mövcuda xarakterli olması demək ki, bizə müvəqqəti olaraq təqdim olunur. Yəni bu güzəştdir. Və biz görürsən uzun müddət bədənə aid olan məsələlərin çərçivəsi, qadağaları barəsində məsələləri nə dərk eləməyə, nə başa düşməyə gücümüz çatır. Əksinə buraxırıq. Yəni bu 4 heyvan instinktin çərçivəyə salınması bu güzəştdən düzgün istifadə eləmək üçündür. Bizə olan güzəştdən. Tanrı bizə güzəştə gedir ki, yaxşı. Mən sənə bir müddət Allahlıq eləmək, özü həzz alan, hər şeyə burada nəsə malik olan kimin elan eləməyə, bu səbkidə fəaliyyət göstərməyə güzəştə gedirəm. Amma paralel olaraq bizə həmişə insan cəmiyyəti üçün paralel olaraq həmişə
dini müqəddəs kitablar, dini söhbət məsələlər, qanunlar, bunların hamısını qoyur. Hər dövrdə qızıl dövrü, gümüş dövrü, bürünc dövrü, dəmir dövrü. Hər dövr üçün bu və digər dini prinsiplər qoyur. Qaydalar qoyur. Ki biz onun güzəştini istifadə eləyək ya, paralel olaraq o güzəştin nə üçün bizə olunduğunun başa düşək və o uyğun hərəkətdə, neyinə istiqamətdə hərəkət eləyək. Bunun üçün paralel insana həmi bizki bədən verilir. Bədən, yenə deyirəm, təkrar edirəm. Bizim maddi bədənimiz bizə Allah tərəfindən güzəşdir. Bildinizmi? Bədən güzəşdirsə, görün bədənə aid olanlar nədir? Hər bir şey. Və bu bizim üçün verilir ona görə ki, biz bunu, yəni zaman bu deməkdir. Krishna deyir, mən bu dünyaları dağıdan, bütün dünyaları dağıdan zamanam və buraya bütün insanları məhv etmək üçün gəlmişim. Allah deyir Arjunaya, gördünüz? Zaman kimi Tanrı bura nəyə gəlib və görürük də biz hər şey zamanın təsiri altında necə məhv olurlar gedir. Ya da biz adicə insana baxsan, gözü qabağında qocala gedir istənilən insan. Elə özümüzün öz bədənimiz güzgün qabağında baxsan, başqaları gözü qabağında qocala gedir. Qocala gedir, bir gündə yoxdur. Bu qocala getmək bu deməkdir ki, Tanrı deyir, mən zaman kimin hər şeyi məhv eləyirəm. Zaman. Demək, zaman onun üçündür ki, burada hər şeyi məhv eləyim mən. Zaman kimi gəlmişəm hər şeyi məhv eləməyə. Verən də odur, məhv eləyən də odur. Amma müdriklik də yenə təkrar edirəm ondadır ki, biz insanlara o müqəddəs yazılarla, şəxsiyyətlərlə, dini prinsiplərlə, burada yaşayan insanlara izah edir ki, mən nə üçün sizə müvəqqəti olaraq bu şey verilir burada. O da Tanrı vermir, əslində bizim iddiamız bizi bura gətirir. Tanrı istəmir maddi dünyanı, maddi mövcudiyyatı burada, insan bədəni almaq və yaxud heyvan bədəni. Bu Tanrı'nın iradəsi, istəyi deyil əslində. Bu bizim istəyimizdir. Biz öz istəyimizlə bura gəlirik. Maddi mövcudiyyata qərq oluruq. Bir müddət burada qalsan, görün burada nə qədər maddi bədənə aid olan məsələlərdə müasir dövrdə bizim sivilizasiya boğazına qədər dolaşıb, bildiniz nətər? Boğazına qədər dolaşıb, tamamilə qərq olubdur. Bütün cismani münasibətlər, cismani mənsubiyyətlər, cismani məxsusiyyətlər, cismani problemlər, cismani səviyyədə olan bütün necə deyirlər, dəyərlər sistemi. Bunun içində müasir dövrün biz insanları boğulmuşuq. Nə deyirlər? Nəyin? Maddiyyatın dişi canavarına yem olmuşuq. Öncə Tanrı deyir ki, mən zaman kimi gəlirəm dünyaları məhv eləməyə. Bütün insanları məhv eləməyə. Mən bütün dünyaları dağıdan zamanam və buraya bütün insanları məhv etmək üçün gəlmişim. Zamanın təsirinin altında hər şey dağılır. İndi bunu ne üçün, bax budur, deyəndə ki biz Allahlıq edirik, bu bizim 3 dənə şey deyirdim, onu təkrar deyirəm sizə. Bhuktaram Yagyatapasam Sarvalokam Maheshwaram Krishna deyir ki, 3 şeyi insan başa düşsə, Şrila Prabhupada deyir ki, sülhün və əmin-amanlığın düsturu bugünkü gündə nə qədər aktualdır, baxın hələ. Şrila Prabhupada deyir ki, real, həqiqi sülhün və əmin-amanlığın düsturu budur. Bu bir insanda, tək bir insanda götürülmüş vəziyyətdə nail olunmalıdır ki, belə insanlardan təşkil olunmuş cəmiyyətdə də sülh, əmin-amanlıq hökm sürsün. Prabhupada deyir ki, sülhün, əmin-amanlığın sözün əsl mənasında həqiqətən bərqərar olması üçün 3 dənə şeyi insan dərk eləməlidir. Bilməli də az daha dərk eləməlidir. Nə? Birinci, Krishna deyir ki, hər şey mənə məxsusdur. Burada bütün Bhagavad Gita bu edir. Hər şey mənə məxsusdur. Hər şey mənə məxsusdur. Sənin bədənin, hisslərin, ağlın, dərrəkən, nədən istifadə edirsən, hamısı mənə məxsusdur bu dünyada. Düzdür. İkincisi deyir, hər şeydən, bütün qurbanlardan, zahidliklərdən və s. Hər şeydən həzz alan mənəm əslində. Sən deyilsən. Sən həzz alan kateqoriyasında deyirsən. Biz həzz alan deyilik. Biz həzz verənik.
Ona görə atalarımızdan, ulu babalarımızdan bu söz çox belə, necə deyirlər, sərrast deyilmiş sözdür ki, elə Allaha xoş getsin, Allah səndən razı olsun. Yəni elə eləməlisən ki, o həzz alsın. Həzz alan o da axı sən deyilsən, biz deyilik. Üçüncüsü də hər bir canlı varlığın ən yaxın dostu, havadarı deyir, xeyir duaçısı mənəm. Ən yaxın, məndən yaxın heç kim yoxdur. Prabhupada deyir ki, bu üç dənəsini kim başa düşsə, dərk eləsə, o insanın özünün həyatında əminamanlıq hökm sürəcək və belə insanlardan təşkil olmuş cəmiyyətdə də əminamanlıq hökm sürəcək. Deməli, bugün əgər insan ağlı həddindən ziyada narahatdırsa, bugünkü dövrün insanların ağlı həddindən ziyada narahatdır. Narahatlığıdır ki, insanın ağlının narahatlığıdır ki, bu cür dırnaq arasında xariqələr yaradır. Narahatlıqdır ki, insan həyatını günahlı əməllər, pis vərdişlər çoxuyan eləyir insan həyatında. İnsanın ağlının narahatlığıdır ki, o bu cür problemlərə, müharibələrə, epidemiyalara məruz qalır. Bunların hamısı ağlının narahatlığından da. Ağıl narahatdır, insan ağlını kontrol edə bilmir. Və İnsanın ağlında sülh əminamanlıq, rahatlıq olmaq üçün bu üç şeyi başa düşmür ona görə. Başa düşmür, dərk eləmir. Soruşsan, istənilən insandan soruşsan deyəcək, bilirəm də, hər şey Allahındır. Amma əslində bilmir. Bilmək o deməkdir ki, insan o bildiyinə uyğun istiqamətdə cəhdlər, səylər göstərir. Bildiyinə tərim. Ona uyğun hər şeyini qurur, düzür, qoşur ətrafında. Əgər insanda bunlar yoxsa demək ki, bilmir onu. Hər şey Allaha məxsusdur. Bilirsən, kimdən soruşsan deyəcək, hə, amma əslində bilmir. Əslində bilmirik, bildiyiz. Hər şey Allaha məxsusdur. Çünki həqiqi bilən insan Allaha məxsusdur. O, bax bu mən səhərdən dedim, o müdrikliyin göstərir, o sualı verir ki, ne üçün hər şey ona məxsusdur, amma mənə zamanın hökmü altında bunu təqdim edir. Zaman hökmü altında. Bir müddət, bədəni bir müddətə verir, ailəni bir müddətə verir, var dövləti bir müddətə verir, malı, mülkü, xəzzi, xoşbəxtliyi bir müddətə verir, sonra əlimdən alır hamısını. Ne üçün? Bu sualın cavabını axtarır. Mütləq həqiqət barədə sual verməyən bir də budur. Bunda mən kiməm? Mən bura hardan gəlirəm? Hara gedirəm? Ne üçün bu şeylər məndən baş verir? Sual. Çünki bu sualın arxasında insan həyatının təyinatı, insan həyatının mahiyyəti, mənası və ali məqsədi durur. Bildinizmi? Məhz bu sualın arxasında. Çünki o sualı verəndən sonra insan axtarmalıdır. Tanrı müqəddəs kitabları, müqəddəs yazıları, mömin şəxsiyyətlərin dediyi nəsiyyətlərə gəlib çıxacaq o. Ki, ne üçündür? Müvəqqəti verirəm sizə. İradəsi nədir, məqsədi nədir, məramı nədir? Orada həmi Tanrının iradəsi, məqsədi, məramı ortalığa çıxır. Həmi bizim ne üçün buradayıq? Amma biz hazırki dövrün insanları orta məktəbdən akademiya qədər elə bir dənə bilik sistemi ilə təmin olurlar ki, tamamilə qərq oluruq ancaq bədən konsepsiyasına, bu ət sümük konsept nəzik birləşməsindən ibarət. Və bütün enerjimiz, gücümüz, vaxtımız, biliyimiz, ürəyimiz, sevgimiz, dərrakəmiz, ağlımız, zamanımız hamısı sərf olur ancaq bu bədənə aid olan şeylərin üstündə. Vəssalam. Dirəşirik ona. Müasir dövrdə bu o qədər parlaq görsənir ki, yəni gərək kör olasan bunu görməyəsən. Ki, tamamilə insan qərq olubdur özünün bax bu cismani təsəvvürləri və cismindən doğan bütün hər bir şeyə tamamilə qərq olubdur, bildiyiniz. Bu biz başa düşmürük ki, cisim və cisimə aid olan hər bir şey bizə ondan ötürü verilib ki, biz özümüzün ruhi təbiətimizi dərk eləyək. Ruhi təbiətimizi dərk eləyək. Biz mən kiməm? Ne üçün ölməyə, qocalmağa, xəstələnməyə məhkumam? Ne üçün xoşbəxtliyin dalcı qaçıran bədbəxtlik məndən soruşmamış gəlir? Ne üçün məcburam yaşamağa o bəyənmədiyim bir şeyi? Ne üçün bizim həyatımızda istiraplar var, əzablar, əziyyətlər var? Və s. Küllü miqdarda belə suallar var. Bunları insan başa düşmədən yaşayır, başa düşmədən ölüb gedirlər. Başa düşmədən yaşayır, başa düşmədən ölüb gedir.
Böyük şəxsiyyətdir, baxırsan, din xadimidir, ədəbiyyat xadimidir, incəsənət xadimidir, siyasi xadimidir, nə bilim, milyarderdir, trilyarderdir. Elə yaşayır, elə də ölüb gedir. Heç nə də bilmir. Həzrət Əli əleyhissalam sözüdür, eşq olsun ona. Dedi ki, insan bilmirsə hardan gəlib, indi hardadır, sonra hara gedəcək. O özünü Allahın mərhəmətindən məhrum edib. Bu elə belə xırda bir məsələ deyil, onu bu kəlama. Bu çox dərinliyindən düşünülmüş və dərk olunmuş bir dənə fikirdir. İmam əleyhissalam tərəfindən. Tam dərinliyindən düşünülmüş, realizə olunmuş bir dənə fikir o söylüyor. Elə belə səthi bir fikir ifadə eləmir. Hardan gəlmişəm, Gəncədən gəlmişəm, indi başıyam, sonra da Moskvaya gedəcəm. Belə deyil. Bildiniz nətər? Söhbət burada çox qlobal məsələdən gedir. İmam əleyhissalam deyəndə. Mən kiməm, hardan gəlmişəm, indi hardayam və sonra hara gedəcəm. Bu qlobal mənadadır. Qlobal mənada yəni ki, bizim söhbət bizim ruhi varlığımızdan gedir. Cismimizdən də hər ikisi onun içindədir. Ki mən səbəblərin səbəbkarı nədir? Mən buradayam. Bu dünya nədir? Mən burada, indi burada hardayam və buradan sonra da gedəcəm. Bu Həzrət Əli əleyhissalam karma qanununa işarə eləyir. Karma qanunu nətərdir? İndiki keçmişin nəticəsi gələcəyin səbəbidir. İndiki keçmişin nəticəsi gələcəyin səbəbidir. Gördünüz? Həmən bu şeydir da. İndi keçmişdə elədiklərinə görə buradayam. İndi elədiklərimə görə də sonra növbətiyə yollanacağam. Bunlar o qədər çılpaq həqiqətlərdir ki, əslində o qədər. Sadəcə olaraq yenə deyirəm, biz aldığımız təhsil sistemində, materialist təhsil sistemində uşaqlıqdan dövrün ən yaxşı vaxtlarında da 6 yaşından 16, 17, 18 yaşına qədər. O qədər cismani, maddi dünyanın, bu maddi bədənin məsələlərinin təhsilini o qədər yeridirik ki beynimizə, otuzdururuq da hüceyrələrimizə qədər. Bundan sonra çox çətinliklə insan qopa bilir, aralana bilir ki, bu bədən sən deyirsən, bu bədən Allaha məxsusdur. O verib sənə. Siz bunu hiss edirsiniz müasir dövrdə, hardasa bu söhbəti, buna uyğun söhbəti, təbliğatı, buna uyğun qanunları və yaxud da ki, həyat tərzini, dünya görüşünü yox. Ancaq cisimlə özümüzü eyniləşdirib oturmuşuq burada. Baxmayaraq ki, tarixlər boyu, min illər, milyon illər böyük müdriklər gəliblər, nizamilər, füzullar gəlib gediblər. Peyğəmbərlər, dahi peyğəmbərlər, imamlar gəliblər, gediblər bu cür təbliğatla. Hansı Krishna burada deyir Bhagavad Gita'da. Onlar da həmən təbliğatla gəlib gediblər. Amma biz yəni öz düşkün həyatımızı üstün tuturuq bu şeylərdən. Peyğəmbərlərin, imamların, böyük şəxsiyyətlərin, möminlərin, müqəddəslərin son nəticədə Allahın, necə burada Bhagavad Gita'da bilavasitə danışır. Biz onlardan üstün tuturuq cismimizə aid olan hər bir şeyi. Burada nədir? Cismani təsəvvürlərdə boğuluruq. Gedirik, vəssalam, hara növbət həyata. Növbət, hər dəfə növbət. İnsan özünün ruhi varlığını, əbədi təbiətini dərk eləmək istiqamətində heç nə eləmirsə, ancaq müvəqqəti cismi üçün yaşayıb ölüb gedirsə, ona təzədəndən cisim verilir. Bu məntiqə uyğun deyil, məntiqdir də bu. Təzədəndən cisim veriləcək. Və burada da ən dəhşətlisi odur ki, dəhşətdir, bax görürsünüz. Ən dəhşətli odur ki, insan bilmir ki, o Həzrət Əli əleyhissalam demişən, insan bilmir ki, hələ onu nə gözləyir, hansı bədən gözləyir. O insan bədəni, insan kimi doğulmayacaq. Günahlı həyatı sürən insan kimi doğulmur. Heyvan bədəni, bitki bədəni, bu qədər bədənlər bizim ətrafımızda hardandır. Bizim o insan həyatına biganə qalanların hamısının növbəti həyatıdır. İnsan bədənindən düşür heyvan bədəni, həşərat bədəni. Dünya malı toplayan insanın növbəti həyatında həşərat bədəni gözləyir. Sual verin nə üçün? Bu dünyanın ən bədbəxt insanı dünya malını toplayanlardır. Ne üçün? Çünki İsa əleyhissalam da deyir, nəyə lazım dünya malı, onun əvəzində sən öz ruhundan babbalac itirəsənsə. Deməli, o demək istəyir ki, mümkündür bu dünya malını əldə edəsən və əvəzində ruhundan qurban verməyəsən. Ruhu qurban vermək, ruhundan qurban vermək, bu demək ki, şuuru qurban verməkdir. İnsanın şuuru düşür aşağı, cılızlaşır və acizləşir. Şuur materiyaya 180 dərəcə əks təbiətlidir. Və sən materiyanın qabanramısansa, qabanradığın qədər də şuurundan ora xəşləyirsən, gedir. Şuuru cılızlaşanda insana balaca, sadə, primitiv bədən verirlər.
Primitiv bədən. Həşəratlar bax belə yaranıblar. Həşəratlar nədir? Bir aşağıdan yuxarı təkamül var, bir də yuxarıdan aşağı düşkünləşmə prosesi. Hər ikisi gedir. Yəni bir ruhi can aşağılardan təkamül eləyə gəlir. Təkamül nəzəriyyəsi şuurun təkamülüdür, cismin təkamülü deyil. Yəni ruhi can şuurunu inkişaf elətdikcə ona daha mükəmməl bədənlər verilir. O da başlayır da su heyvanları, sonra bitkilər, sonra həşəratlar, sonra quşlar, sonra heyvanlar, sonra insan. Ardıcıllıq belədir. Nədir? Ruhi can özünün şuurunun inkişafına rəğmən bir daha mükəmməl, daha kamil bədənlərə keçə-keçə gəlir. Bədən dəyişmir. Darwin fəlsəfəsi kimi, nəzəriyyəsi kimi. Bir də var, yuxarıdan aşağı düşmə var prosesi. Hər ikisi var. Krishna bunu deyir Bhagavad Gita'da. Aşağı yuxarı düşürsünüz, aşağı yuxarı gelirsiniz. Yəni təkamüllə aşağı düşürsünüz, yuxarı çıxırsınız. Və yaxud da ki, planet sistemlərindən aşağı düşür, cəhənnəm planetlərinə cəhənnəm planetləri, cəhənnəm planetləri, cənnət planetləri. Bax, bu cür doğruluq olur burada. Bu çox möhtəşəm bir prosesdir. Çox nəhəng, qlobal bir prosesdir. Bu, yəni bu dini inanc deyil ki, kimsə deyəm, mən buna inanmıram. Və göz qabağındadır. Bunu görmək çox asan bir şeydir. Bilirsiniz, bir stəkan su içmək kimidir. Görmək, müşahidə eləmək ki, bu doğrudan da belədir. Sadəcə olaraq bu istiqamətdə insan mütəmadi olaraq bilik almalıdır. Bu istiqamətdə cəhd göstərməlidir. Səylər eləməlidir. Özünün cismani təbiətinə aid olan məsələlərə müəyyən bir nəzarət, kontrol qoymağa bacarmalıdır. Əks halda mümkün deyil. Əks halda mümkün deyil. Bildiyiniz nə tərəf? Özümüzün cismani təbiətimizin tələbat və ehtiyaclarını, onları dırnaq arası tərəqqi, elmi texniki tərəqqi adı altında onlara komfort yaratmaqdansa, Məhəmməd bin Saudullah demişkən, bunları məhdudlandırmaqla, onları nəcibləşdirməklə, onları müəyyən çərçivəyə salmaqla insan imkan verir ki, sözün əsl mənasında bilik deyilən şeyə qapı açılsın. Həqiqi bilik insanın ruhundadır, Tanrıdadır. Fizika, riyaziyyat, kimya, biologiyanı öyrənməkdə deyil. Baxmayaraq ki, onlar da Allaha məxsusdur. Amma insan onlardan özünün nədir, nə aliyyəti kimi istifadə edir, istismar edir o bilikləri. Amma onlar hamısı, onlar da Tanrıya aiddir. Amma onlar hamısı insan özünü dərk eləməyən insanı, özü barədə biliyi olmayan insanın kimya, biologiya, fizika, riyaziyyatdan biliyi nəyə lazımdır və kimə lazımdır. O ancaq özünə, ətrafa ziyan vurmaqla məşğul olur. Bugünkü gündə fizika, riyaziyyat, kimya, biologiya və s. bu cür elmlər materializmin çiçəklənməsindən başqa heç nəyə şey gətirməyib, səbəb olmuyor. Ancaq materializm çiçəklənə gedir. Yəni, illüzor enerji inkişaf eləyir. Adını da qoyur, tips tərəqqi eləyirik. Buna xidmət eləyir bugünkü gündə. İndi bu saatın özündə də orta məktəbdə uşaqlar oxuyur, gedirsən indi. Mənim də uşaqlarım var. Gedirsən elə hələ də orada bu əhval-ruhiyyədə dirəşirlər uşağa ki, riyaziyyatı oxumalısan sən. Riyaziyyat, mən də orta məktəbdə oxumuşam ki, mən gördüm ki, bu riyaziyyat deyilən şeydən tamamilə, absolutla mənim ona heç bir ehtiyacım yoxdur və bu gün də mənim, bu yaşımda mən hiss edirəm ki, mən ondan heç bir rifah əldə eləmədim və heç mənə lazım da deyil o. O riyaziyyat deyilən şey. Heç o mənə lazım deyil. Riyaziyyat, müasir dövrün riyaziyyatı. O Tanrının elmidir, baxın hələ. Amma onu o cür istifadə edirlər ki, riyaziyyat demonizmin, materializmin çiçəklənməsindən başqa heç nəyə xidmət eləmir. Fizika, riyaziyyat, kimya, biologiya. Demonizm bir də materializm çiçəklənə gedir. Bildiniz? Amma insan əldə edəcəyi biri Məhəmməd bin Saudullahın dediyidir. Həzrət İsa aleyhissalamın dediyidir. Buddhanın, Krishna'nın dediyi bilikdir. Bhagavad Gita'da baxın, bax 11-ci fəslə gedə gəlmişik. Siz burada fizika ilə riyaziyyatdan bir şey eşitdiniz? Yox. Heç nə yoxdur burada. Həndəsə, kimya, biologiya. Amma müasir dövrün insanları gecə-gündüz Rus demişdim, piç qıyır, doldurur, prestir beynini ancaq bu şeylərlə. Cavan uşaqlar ancaq vaxtını orada-burada hazırlıq keçməklə keçirdirlər. Amma heç nə bilmir o, müsəlman müdürişlərindən biri yadıma gəlmədi. Çox dəyərli bir söz deyir, o yazmışlar internetdə. Deyir, o nə bilikdir ki, o nə təhsildir ki, sən onu 10 il, 15 il əldə edirsən və qutaranda hələ də bilmirsən ki, sən kimsən. O nə bilikdir, o nə təhsildir. Ona görə də söhbətimiz nədədir ki, Krishna, mən bütün dünyalara dağıdan zamanam və bura bütün insanları məhv etmək üçün gəlmişəm. Nə üçün? Hansıları? Kim məhvə məhkum deyil?
Şrimad Bhagavatamda deyir ki, hər dəfə günəşin batıb çıxmağı ilə insan ömrü azala-azala gedir də, düzdür? Məhv ola gedir. Bizim bədənimiz ananın bətnindən çıxandan dağıla-dağıla gedir. Zaman təsir altında. Tək o şəxslərdən başqa kimlər ki, Tanrının müqəddəs adlarını tərənnüm eləyirlər. Bax, onlardan başqa. Onların həyatını dağıtmır Tanrının zamanı. Deyərlər ki, yox, nətər dağıtmır. Çünki onlar özlərini cisimdən eyniləşdirmirlər. Onlar özünü cisimlə eyniləşdirməyən yola durublar. Bildiniz nətər? Onlar özlərini ruhi təbiəti ilə eyniləşdirmək yoluna durublar və ona uyğun da həyat tərzi keçirdirlər, dünya görüşünə malikdirlər. Ona uyğun dəyərlər sistemi yaradıblar, ona can atırlar. Ona görə onlara aid deyil bu söz. Ancaq özünü sırf cisimlə eyniləşdirənlərə aiddir bu. O fikir. Bildiniz? Ona görə də Krishna deyir ki, mən zamanam ki, gəlmişəm, bütün dünyaları dağıdan zamanam, gəlmişəm insanları məhv eləməyə. Zaman görürsünüz ne üçün gəlib? Zaman Tanrının özüdür. Deyir, bu Arjuna'nın qabağında duran o forma Allah. Deyir ki, mən zamanam, fələk, mənəm. Dünyanı dağıtmağa gəlir. Fakt deyil bu gün. Kim bunu təkzib edə bilər? Deyir, hər şeydən dəyərlidir zamanı. Allah da ona görə. Hər şeydən dəyərli zamandır. İnsan zamanı geriyə hər şeyi geri qaytarmaq olur, bərpa eləməli zamandan başqa. Milyardını, trilyardını deyir qoysan, bir saniyəyə geri qaytara bilməzsən. Necə ki o, yadınızda deyil, əhvalat danışdım. Walt Disney'in Amerikada böyük şeyi var, uşaq əyləncə mərkəzi. Walt Disney. O milyoner, milyarder, trilyarder öləndə həyatını dayandırmaq istəyir ki, zaman qazansın. Bütün trilyardın, milyardın qoyur ki, mən dondurun. Dondurun ki, mən neçə 50 ildən, 100 ildən sonra bir də donumu açarsız, bir də yaşayaram. Görürsün nətəri? Amma onun qohum əqrabaları, dost-tanışları qəzəblənirlər ki, buna bax, ölənə qədər pulunu bizə vermədi, bax, yedi özü milyard topladı. Öləndən sonra da o qədər az gözdür ki, öləndən sonra da istəmir kiməsə qismət olsun onun pulu. Və gedirlər onun donduran aparatı tokdan çıxardılar, ölür orada. O da sənin üçün Walt Disney. Bildin nətərim? Bu insanın cahilliyi deyil, nədir bəs? Cahillik, materializmin nə idi bu? Tərəqqisi buna deyirlər dırnaq arasında. Amma əslində insanın şuuru tərəqqi eləməlidir. İnsanın şuuru cismani təsəvvürlərdən tərəqqi eləməlidir, ruhi məqama yuxarı yüksəlməlidir. Maddiyyatdan nə də azad olmaq, qurtulmalıdır. Cismani baxışlardan, dünya görüşündən, şuur tərzindən, dəyərlər sistemindən, ancaq mənəvi, ruhani, ilahi məqama keçməlidir. İnsan şuuru, özünü ruhi canı ilə eyniləşdirməlidir insan. Budur, Quran elmi, İncil elmi, Tövrat elmi, budur bütün möminlərin, müqəddəslərin, dahilərin insanlara çatdırmaq istədiyi. Əks halda Krishna deyir, mən zamanam, gəlib hər şeyi məhv eləyirəm hər dəfə. Siz qurursuz yaradırsınız, mən dağıdıram. Necə ki, bu planetin üstündə daha kimlər olmayıbdır? Nələr qrup yaratmayıblar? Hansı imperiyalar, hansı böyük şəhərlər, hansı böyük sivilizasiyalar olubdur? Amma hamısı dağılıbdır, qalıblar, tarixdə hamısı gediblər. Yoxdur. Misir ehramlarını tikən fironlar haradadır? Yoxdurlar. Və s. Amma bugünkü gündə təzəvvürə gətirin ki, cəhalət əvvəlkindən də güclü davam eləməkdədir. Əvvəlkilər hələ indikilərə nisbətən daha ruhani və ilahi təbiətli idilər. Amma bugünkü dövrün insanlarında cəhalət əvvəlkilərdən qat-qat güclüdür. Cahillik. Əks halda bu qədər texnologiya insan nəyinə lazımdır? Şrila Prabhupada deyir ki, insana deyir bir parça torpaq lazımdır, bir öküz, bir dənə də inək. Öküzlə o torpağı şumulasın. Ora dənli və paxlalı əksin, meyvə tərəvəz əksin. İnəyi də saxsın, südündən qatıq alsın, süd alsın, yağ alsın, tvarok, şor və s. süd məhsulları günə qədər də pendir alsın, düzdür? Sonra bu dənli paxlalı bitkilərlə, meyvə tərəvəzlə bu süd məhsullarını bir-birinə qatışdırsın. Küllü miqdarda nə olacaq? Qida, yemək çeşidləri alınacaq. Onlarla qidalansın, öz qidasını yəni becərsin də, qidalansın, yerdə qalan vaxtını otursun, ibadət eləsin. Və salam, insan həyatı bundan başqa işin lazım deyil. Və təbiəti istismar eləmək lazım deyil, təbiəti öz yerində qoymaq lazımdır dursun. Necə Allah yaradıb o cür.
Amma insan nə edir? Baxın görün hələ. Kitayi zadı göstərirlər indi Çini. Baxsan nə oyunlardan çıxmalar. Nələr tikirlər, nələr cürbəcür körpülər, binalar filan və bundan fəxr eləyirlər. Təsəvvür gətirsiniz. İnsan cahilliyi ilə fəxr eləyir. Bunu çünki tədris eləyir. Necə deyir o bütün həyatını həsr edilmiş, milyon toplamış adam. Sonra bunu təbliğ eləyir başqalarına. Kimlər ki bu şeylər onda yoxdur, onlar da həsəd yaradır. Elə bir sistem qurur ki, hamı ondan asılı vəziyyətə düşür. Asılı vəziyyətə düşənlər başlayırlar buna həsəd aparmağa. Çünki bunun imkanları var, mən imkansızam. Və bunun üzərində bütöv bir dənə sivilizasiya qoyulur. Kimin? Birinin cahilliyinin reklamı başqasının həsədinə çevrilir. Birinin cahilliyin reklamı başqasının həsədinə və imkansızlığına çevrilir. Bu sistem olur bir dənə sivilizasiya. Bugünkü sivilizasiya bax bu cürdür. Birinin cahilliyi elə bir sistem yaradıb ki, yerdə qalanlar ondan asılı vəziyyətə düşüblər, həsəd aparırlar və bunun üzərində bütöv bir dənə sivilizasiya yaranıbdır. Bunun üzərində bütöv bir sivilizasiya yaranıb, institutlar açılır, akademiyalar açılır. Mən bu danışdıqlarım heç biri mənim fikirlərim deyil. Hamısı Baktividan da Samışlov bu adam fikirləridir. O öz mühazirələrində hələ mən biraz yüngül keçirəm. O bunları sağına da çevirir, soluna da çevirir. Hər tərəfli xırdalı izah eləyir, verir. Bu Məhəmməd bin Sağdullahın təbliğatıdır. Bu Həzrət Buddanın təbliğatıdır. Bu İsa əleyhissalamın təbliğatıdır. Bu Nizami Gəncəvin şeirlərindədir. Yəni mən sadəcə olaraq onları bizim müasir təsəvvürlərimizə biraz uyğunlaşdırıb deyirəm. Amma bunların heç biri təzə fikirlər deyil ki. Bunların hamısı istənilən dinin, istənilən millətin, istənilən ənənənin, mömin və müdrik müqəddəs dahi şəxsiyyətlərinin yaradıcılığında yer tutubdur. Şairin, yazıçının, bildiyiniz nədir? İndi bura Krishna Kurukshetra döyüş meydanına Kurukshetra döyüş meydanının ucu bucağı görsənmir. Nə böyüklükdə bir ərazidir. Hansı ki, deyir ki, qatarla bir sutka yol getməlisən ki, bunun bu başından o başına gəlib çatasan. Nə boyda ərazidir. Bunun hamısı dolmuşdu ordularla. 18 gün orada qan suyu axdı və 640 milyon insanın məhvi ilə bitdi. 640 milyon. Bildiniz? Krishna o qədər insan orada yığdı. Deyir, indi burada Arjuna 5 qardaş idilər. Deyir, sizdən başqa burada adam qalan deyil. Təsəvvürə gətirirsiniz, Krishna zaman kimi gəlmişəm, durubdu, Allah. Gör, hansı şeylərə əl atır. Nədən elədi onu Krishna? Yenə həmən o vaxtda da o səbəblər, indiki səbəbdən biri idi. İndi də görürsünüz, insanlar bir-birlərinə, müharibə ilə, epidemiyalarla, sellə, nə bilim, nə ilə, təbiət şeyləri ilə qırıb çıxır insan. Nə üçün? Çünki bu cismani xəstəlik elədi ki, maddiyyat xəstəliyi, hərislik elədi ki, insan onu tutulanda ondan çıxa bilmir. Bildiniz? Onun üçün Tanrı əlini uzadır. Tanrı hər etapda əlini uzadır ki, gəl səni dartım çıxardım. Maddi mövcudiyyat yadınıza gəlirsə, mən əvvəlki müazirələrdə demişdim. Maddi mövcudiyyatı bataqlığa bənzədirlər. Veda müdrikləri. Deyirlər ki, maddi mövcudiyyat bataqlığa bənzəyir. Bataqlıq nə deməkdir? Bataqlıq o deməkdir ki, bataqlığın əsas prinsipi odur ki, ora düşən insan özünü xilas eləmək üçün nə qədər cəhd göstərəsə, o qədər bataqlıq onu soracaq. Bu, bataqlığın ən əsas prinsipidir. Bataqlığa düşən insan özünü xilas eləmək üçün nə qədər çabalasa, o qədər bataqlıq onun sürətlə soracaq. Ona görə bataqlığa düşən adama deyirlər ki, tərpəşmə, dur bir yerdə. Ona hökmən qıraqdan, ayağın altı bərk olan kimsə əl uzatmalıdır, ağac uzatmalıdır, kəndir atmalı ki, onu dartıb buradan çıxarsın. Bax, maddi dünya sözün əsl mənasında 100% bataqlıq prinsipidir burada. Deyir ki, illüzor enerjinin iki dənə qabiliyyəti var. Deyir ki, biri canlı varlığı illüziya salır, çalandan sonra da onu başlayır aşağı dartmağa. İllüzor enerjinin nə idi bu? Funksiyasıdır. Birinci sənin illüziya saldı, ondan sonra başlayır dartmağa aşağı. Yəni, şuur səviyyəsində də aşağı dartır. Yəni, cəhənnəm planetlərinə tərəf. Dayanmadan özdə bu gedir. Fikir verin, günah eləyən insan adam, sonra dayana bilmir. İstəsə də dayana bilmir. Başa düşün, dayanmaq istəsə də dayana bilmir. Özü-özünə iradəsindən məhlum olaraq.
İstəsə də dayana bilmir. Ona hökmən ancaq kənardan kömək olsa, kimsə mərhəmət göstərsə, əl uzatsa, hansı bir mömin, hansı bir müqəddəs, Tanrı yəni də son nəticədə. Çünki Tanrının əlidir də o. Onda ancaq o ondan çıxa bilər. Amma o özü özünü dayandırmağa nə qadir deyil. Yəni nədən günah eləməkdən? Ha? O dayanmaq insan özü özünü dayandıra bilmir. Hökmən onu ancaq Tanrı dayandıra bilər. Tanrı da əlini uzadır da o bizim nağıldakı kimi. Əli mənə bəstərəcək, yox mən səndən küstərəcək. Tanrıdan küsübdür. Heç ki Tanrı əlini uzadır, deyir, əli mənə bəstərəcək, deyir, yox mən səndən küstərəcək. Tanrıdan küsübdür. İstəmir əlini uzatsın. Bildiyiniz nədər? İndi də müasir dövr üçün Şeytan məprobu 500 il bundan qabaq nazil olub cəmsi. O da Allah ali şəxsdir. Peyğəmbər deyil, adi insan deyil, Allah ali şəxsdir. Şeytan məprobu 500 il bundan qabaq. Bəyan elədi, Harirnama, eyvə kevalam, Kalao Nastiva qatiranata deyir. Bu dəmir dövründə siz insanların yaratdığınız, törətdiyiniz bütün şeylərdən qurtulmağa, azad olmağa əlbəttə ki, başqa yolunuz yoxdur. 3 dəfə deyir. Əlbəttə ki, başqa yolunuz yoxdur. Əlbəttə ki, başqa yolunuz yoxdur. Nədən? Tanrı müqəddəs adlarını tərənnüm eləməkdən başqa yolunuz yoxdur. 3 dəfə deyir. Harirnama, eyvə kevalam. Kalao Nastiva qatiran. Nastiva əlbəttə ki, yoxdur. Əlbəttə ki, yoxdur. Təsəvvür edirsiniz, 3 dəfə təkərləyir. İndi biz Bhagavad Gita'nı onun üçün oxuyuruq ki, bax bu həmən Tanrının bu göstərişin, bu əmrin, bu nəsihətin qəbul edə bilmək iqtidarına görə. Əgər Bhagavad Gita'nı oxuyan, qulaq asan, dərk eləməyə, başa düşməyə çalışan insanda bu istiqamətdə meyl yaranmırsa, deməli o heç nə başa düşmədi. Heç bir nəticə çıxartmadı. Bildiniz? Tanrı müqəddəs adlarını tərənnüm eləmə prosesindən başqa yolumuz yoxdur. Çox sadə təklif verir Tanrı. Çox sadə. Amma insan özü mürəkkəb eləyən insanın ağlıdır. Hər şeyi mürəkkəbləşdirən insanın öz ağlıdır. Bildiniz? Öz ağlı. Ağıl mürəkkəbləşdirir. Ona görə də ağıl yaratdığı mürəkkəbliyə də mürəkkəb həll əminliyindədir. Əmindir ki, bu mürəkkəb yaratdığım mürəkkəb problemi nəsə də bir çox belə bir qəliz, belə bir düşünülmüş, planlaşdırılmış geniş iqtisadi planlar şəklində bir həlli olmalıdır. İnsan nə iqtisadiyyat, Prabhupada deyir ki, nə iqtisadiyyat, nə iqtisadi plan, bu nə söhbətdir. Sizin iqtisadiyyatınız bir dənə yeməyinizdir da, yeməyinizi becərməlisiniz, mütəmadi yeyib içməlisiniz və yerdə qalan vaxtınızı Allaha dua eləyib çıxıb getməlisiniz buradan. Nə iqtisadiyyat? Çünki insan həyatını mürəkkəbləşdirib, ağlını mürəkkəbləşdirib və bu mürəkkəbliyin içində çabalaya mürəkkəb də həll axtarır. Tanrı çox sadə bir şey verir. Deyir o filin xortumuna qarışqa girəndə fil ölür. Çox sadə bir şeydir o boyda fil. İndi Tanrı çox sadə bir dənə həll verir. Çox sadə. Deyir gələ bunu elə və salam. Sənə deyir bu mürəkkəbliklər həll etmək lazım deyil ki, sənə mürəkkəb ağlından azad olmaq lazımdır. Ağlının yaratdığı mürəkkəb təbiəti var ya, ondan azad olmaq lazımdır. Onun üçün də bunun yolu ancaq Tanrı müqəddəs adlarını tərənnüm eləməkdir. Variant yoxdur. O deyir sənin variantın yoxdur. Çıxış yolu kim? Qəlbində olan Allah. Hər bir kəsin qəlbində olan Allahdır. Şeytan məprobu. Bizim hər birimizin qəlbində Allah var. O deyir ki, sən çıxış yolun yoxdur, başqa yolun yoxdur. Tanrı müqəddəs adlarını tərənnüm etməkdən başqa yolun yoxdur. Biz qolaq asırıq deyirik. Qəşəng deyir. Eşq olsun. Əl çallıq. Qoyuruq yerə gedirik özümüzün, ağlımızın yaratdığı mürəkkəb məsələlərin dalınca. Bax biz bu gün deyib bu gün. Əşi söz var, bir əşi, başını bıraq. Yaxşı sözdür, qəşəng danışır. Qəşəng sözlərdir. Amma getdik. Öz nəyimizin dalınca, öz düşüncələrimizin, öz çıxış yollarımızın dalınca. Deyir, o bataqlığa düşən özü çabalayır ki, mən özümə tapacam yolu. Hare Krishna nədir? Hare Krishna. Hindistandan gəlibdir. Mənim öz çıxış yolum var. Mən özüm bilirəm. Bax, bunu eləyəcəm. Bunu əkəcəm, bunu becərəcəm, bunu yaradacam, bunu tikəcəm, bunu quracam, onu eləyəcəm və mən xoşbəxt olacam, həzd alacam. Övladımı, uşağımı da xoşbəxt eləyəcəm, gələcəyimi də quracam və sonunda cənnətə də gedəcəm. Və bu cür düşündülər. Amma Şeytan məprobu deyir ki, sən utopiya qurursan özü. Sən yeganə çıxış yolun Tanrı müqəddəs adlarını tərənnüm eləməkdir. Və salam. Möhrün də vurur. 3 dəfə demək o demək ki, möhür də vurub üstünə.
Sən indi bu nə qədər tez dərk eləsən, başa düşsən, o qədər dərrakəli adamsan. Ona görə də Vedalarda Chaitanya Mahaprabhu'nun gəlişi haqqında əvvəlcədən var. Deyilmə var orada. Əvvəlcədən deyilir də Şaman gəlişi. Məhəmməd Rəsulullahın gəlişi haqqında Vedalarda əvvəlcədən yazı var. 5000 il, 6000 il bundan qabaq yazılıb. Peyğəmbər sallallahu 1500 il bundan qabaq gəlib gedib. Amma 5000 il, 6000 il bundan qabaq yazı var ki, orada yazılıb ki, belə bir şəxs gələcək, belə bir dini təbliğ eləyəcək. Görürsün nədir? Chaitanya Mahaprabhu'nda da orada yazılıb ki, belə bir şəxs gələcək filan dövrdə bax təbliğ eləyəcəkdir Tanrı müqəddəs adlarını. Allahın qızıl avatarası olacaq o. Krishna'nın qızıl avatarı. Və deyir, həmən dövrdə deyir, o dövrün ən dərrakəli insanları onun arxasınca gedəcəklər. Ən dərrakəli insanlar onun arxasınca gedəcək. Orada yazılıb. Sumetasa dərrakə deməkdir. Belə, mən burada dayanıram, 1 saatdir. Diqqətinizə görə hamıya minnətdaram. Kiminsə sual olarsa buyursun, çalışaraq Tanrı mərhəmət sayəsində izah eləyək. Burada deməli Arjunaya Krishna cavab verdi. Arjuna dəhşətə gəldi, Krishnanın kainat formasını gördü, Allahlığını gördü. Krishna özünün dəhşətli formalını ona göstərdi. Arjuna onu da necə görmədi də. Burada beytlərdə Arjuna Allah haqqında hər şeyi dedi. Hər şey kimdir o? Hər şeyi. Və sonunda da dedi ki, sonunda öz görkəminlə hamını dəhşətə gətirən hökümdarlar hökümdarı. Xahiş edirəm, denə görüm sən kimsən. Mən sənə öz ehtiramımı bildirirəm, xahiş edirəm, mənə rəhm elə, özü rəhm elə. Yalvarır Arjuna. Sən əzəli Allahsan. Mən sənin kim olduğunu və sənin vəzifənin nədən ibarət olduğunu bilmək istəyirəm. Əzəli Allahsan. Arjuna öz fikrini deyir, amma istəyir ki, eşitsin ondan ki, o özü desin ki, o kimdir. O da deyir. Allah Ali şəxs dedi, bu gün oxudu. Mən bütün dünyaları dağdan zamanam və bu dünyaya bütün insanları məhv etmək üçün gəlmişəm. Sizdən, yəni siz 5 qardaşdan başqa. Arjuna, Yudhishthira, Bhima, Nakula, Sahadev. Sizdən savayı hər iki tərəfin bütün döyüşçüləri məhv olacaqlar. Vəssalam. Sonra da göstərir hətta, görür Arjuna onu. Bu qədər. Növbəti 33-cü mətndə 33-cü, 34-cü mətnlərdə Allahın cavabıdır Arjunaya 33 ilə 34. 35-dən o tərəfə Sanjaya başlayacaq, təsvir eləyəcək, sonra Arjuna yenə öz fikrini deyəcək, bax belə qarşılıqlı dialoq gedəcək. Belə bu qədər. Hare Krishna.